Məncə hələ tezdir, düzdür. Anlaşılan odur ki, Türkiyə tərəfi məsələnin tam araşdırılıb sonra cəmiyyətə səhih məlumat verilməsini vacib sayır. Amma təbii ki, mütəxəssislərin, ekspertlərin fərqli yanaşmaları da var. Bunlar qeyri-rəsmi olsa da hər halda müdaxilənin, kənar müdaxilənin olmasına dair fikirlər, mülahizələr hələ son qərar olana qədər düşünürəm ki, qüvvədə qalacaqdır. Ümumiyyətlə, hadisə baş verən dönəmdə dünyada baş verən hadisələr, regiondakı proseslər, təbii ki, müəyyən geopolitik dəyişmələr və s. bütün bunlar hamısı fərqli yəni fikirlərin də var olmasına səbəb veribdir, səbəbiyyət verib. Amma yəqin ki, yenə də Türkiyənin rəsmi mövqeyini gözləmək və son qərarın oradan səslənməsini eşitmək lazım gələcək. Yəni, hesab edirsiniz ki, bu məqamda biz hələ ki, bu haqda danışmamalıyıq, tələsməməliyik. 2 ay müddətdən sonra artıq nəticələr bəlli olduqdan sonra bu barədə şərh demək olar. Yox, elə düşünmürəm. Hər zaman danışmaq olar və fərqli fikirlər söyləmək olar. İndi söz azadlığı zaten bizim üçün də bir dəyərdir. Bizim konstitusyon haqqımızdır. Amma etiraf eləmək lazımdır ki, kifayət qədər ciddi əndişələr var, fərqli yanaşmalar var. İndi mən izləyirəm, siz də izləyirsiniz. Dünyanın bir çox fərqli bölgələrindən olan ekspertlər, hətta bu və digər formada regiona təsiri, marağı olmayan şəxslər belə açığı burada kənar təsir faktorunu gözdən keçirirlər. Bu da aydın məsələdir ki, region olduqca həssasdır. Ümumiyyətlə, Güney Qafqazdır, Türkistandır. Bugün çox ciddi geopolitik bir dəyişmə, sanki o ənənəvi müstəvidən çıxma dönəmini yaşayırlar. Xüsusilə Birləşmiş Ştatların burada fəal siyasət aparması, Avropa İttifaqının gəlişi, Rusiyanın bölgədə zəifləməsi, Türkiyə-Pakistanın fəallığı, Azərbaycanın öz hərbi gücünü artırması, bölgədəki o ənənəvi standartların dəyişməsi, o daşların yerindən oynaması, əlbəttə, bu baş verən hər bir hadisənin arxasında müəyyən şübhələrin var olma səbəbi olur. Ona görə də hələlik kimlər nə düşünürsə təbii ki, deyəcəklər. Amma mən hesab edirəm ki, yəqin ki, elində sonunda rəsmi qərarı Türkiyə tərəfi verəcəkdir. Əlbəttə, ola bilər orada da hansısa siyasi mülahizələr olsun. Bəlkə də belə Türkiyə tərəfi, Türkiyə dövləti hadisənin, qəzanın gerçək səbəblərini bilir. Mümkündür ki, orada hansısa... Yəni, məlumat var artıq onlarda buna dair. Hər halda müəyyən ipucuları olmamış deyil. Çünki düzdür, orada 2 ay Müdafiə Naziri 2 ayın olmasını şərt kimi irəli sürür. Mütəxəssislər fərqli bir şeylər deyirlər. Bəzən 2 həftəyə də bunu aydınlaşdırmaq mümkün olar deyirlər. Təbii ki, qəza baş verəndə o çəkilişlərin aparılması, görüntülərin olması, səhv etmirəmsə orada bir nəfər tapılmamışdı, bir nəfərin eşi, o məsələlər. Hər halda müəyyən ehtimallar var, mülahizələr var, narazıçılıqlar var. Amma yenə də təbii ki, enində sonunda yəqin ki, o rəsmi məqamların qərarını, belə deyək də, biz də əsas kimi qəbul etməli olacağıq. Əli bəy, bir də Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın açıqlaması var. O, Gürcüstan və Azərbaycanla bağlı fikirlərini səsləndirib. Deyib ki, hadisə baş verən andan həm Azərbaycan, həm də Gürcüstan bizim yanımızda oldu, dəstəklərini ifadə elədilər. Bəzi siyasi məsələlər var idi. Yəni, bu baxımdan ki, sosial media üzərindən buna dair xəbərlər paylaşılırdı ki, Azərbaycanla bağlı müəyyən tərəddüdlər də düşürdü. Təbii ki, dırnaqarası şəxslər və yaxud da Türkiyə-Azərbaycan münasibətlərinin korlana biləcəyi deyilirdi. Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın bu açıqlamasından sonra Azərbaycan hər zaman bizim yanımızda olub deməsindən sonra bu şübhələrin aradan qalxdığını artıq söyləmək olarmı? Yoxsa yenə də hansısa qüvvələr çalışacaq bunu körükləsin? Açığı mən düşünürəm ki, bu şübhələr üçün əsas yoxdur, ola da bilməz. Çünki təyyarə Azərbaycandan getmişdi. Türk təyyarəsi, yəni bu hərbi təyyarə konkret olaraq Azərbaycandakı bu paradla bağlı bura hərbiçilərin gəlməsini, aparılmasını təmin eləmişdi. Ona görə də baş verən qəzanı elə ilk gündən Azərbaycan öz qəzası kimi, öz hadisəsi kimi, öz faciəsi kimi qəbul elədi və doğrusu da buydu. İndi Gürcüstan tərəfində burada mən düşünürəm ki, iştirakı normaldır. Çünki qəza Gürcüstan ərazisində baş verib. Üstəlik də biz bilirik ki, Gürcüstan həm Türkiyə ilə, həm də Azərbaycanla kifayət qədər ciddi əməkdaşlıq edir. Yəni dostluq
qonşuluq münasibətləri öz yerindədir. Ona görə də elə normal, məntiqi o idi ki, ilk gündən Azərbaycan da, Gürcüstan da Türkiyənin yanında olmalı idi və yəqin ki, belə də oldu. O fərqli fikirlərə gəldikdə, bu həmin o geopolitik savaşın bir hissəsi kimi baxmaq lazımdır. Bu informasiya savaşının, hibrid savaşın bir hissəsi kimi baxmaq lazımdır. Heç kimə sir deyil ki, regionda digər güclərin maraqları var. Ümumiyyətlə, Azərbaycan-Türkiyə münasibətlərinin belə intensiv inkişafını xoşlanmayan, arzulanmayan güclər var. Güney Qafqaza fərqli maraqlarla, fərqli gözlərlə baxan və getdikcə də bu imkanları, bu fürsətləri itirən güclər var. Ona görə də nə baş verir versin, hər zaman biz fərqli fikirlər, anti mövqelərlə üzləşəcəyik. Amma düşünürəm ki, cəmiyyət bu məsələlərə ciddi əhəmiyyət verməməlidir. Nə Azərbaycanda, nə də Türkiyədə. Yəni, biz bir şey bilməliyik ki, biz bir millət, iki dövlətik və bu faciə bizim milli faciəmizdir. Biz zaten ilk gündən o şəhidləri, öz şəhidlərimizi hesab elədik. Bir də onlara Allahdan rəhmət diləyirəm. Onların yaxınlarına başsağlığı verirəm mən də və hesab edirəm ki, yəqin ki, enində sonunda Türk dövləti, Azərbaycan və Türkiyə birlikdə bu məsələni araşdıracaq və yəqin ki, həmin o şəhidlərin də ailələrinə, onların yaxınlarına da diqqət, qayğı yenə hər iki dövlət tərəfindən davamlı olaraq göstəriləcək.